İnformasiya Texnologiyaları İnstitutunda dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri Respublika Konfransının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən AMİA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev seksiya iclaslarında səsləndirilən məruzələrin qlobal çağırışlara uyğun kibersuveren dövlətin formalaşdırılması, eləcə də dövlət əhəmiyyətli kritik sistemlərdə kiber təhlükəsizliyin təmin olunması kimi çox aspektli problemləri əhatə etdiyini bildirib. Akademik təqdim olunan məruzələri yüksək qiymətləndirərək qeyd edib ki, konfrans bu istiqamətdə mövcud elmi, nəzəri və praktiki problemlərin müzakirəsi və onların həlli yollarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Akademik Rasim Əliquliyev vurğulayıb ki, müasir dövrdə rəqəmsal platformaların dayanıqlığının və təhlükəsizliyinin təmin olunmasına elmi dəstəyin gücləndirilməsi, eləcə də rəqəmsal suverenliyin formalaşdırılması prosesində alim və mütəxəssislərin üzərinə mühüm vəzifələr düşür. Ölkəmizdə rəqəmsal dövlət ümummilli maraqlar əsasında formalaşdırılmalıdır deyə bildirən AMİA-nın vitse-prezidenti qeyd edib ki, institut bu sahədə dövlət proqramlarının icrasında fəal iştirak edir və rəqəmsal dövlət ideologiyasının elmi təminatının formalaşdırılmasına töhfə verir. Alim əlavə edib ki, institutun prioritet elmi istiqamətləri sırasında yer alan rəqəmsal dövlətin formalaşdırılması, böyük verilənlərin analitikası, kiber təhlükəsizlik, təbii dilin emalı və digər aktual problemlər ölkənin strateji maraqları nəzərə alınmaqla tədqiq olunur. Akademik Rasim Əliquliyev gələcəkdə kiber təhlükəsizlik istiqamətində fəaliyyət göstərən dövlət qurumları və elmi təşkilatlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin, yüksək ixtisaslı kadr hazırlığının gücləndirilməsinin və dövlətin kiber təhlükəsizliyi ilə kiber suverenliyi möhkəmləndirilməsinə xidmət edən bu kimi tədbirlərin mütəmadi təşkilinin böyük səmərə verəcəyinə əminliyini ifadə edib. Alim konfransın kiber suverenliyin elmi, nəzəri və praktiki problemlərinə həsr olunmuş ilk geniş müzakirə platformalarından biri olduğunu və bu sahədə aparılan tədqiqatlar üçün başlanğıc mərhələ kimi mühüm rol oynadığını bildirib. Tədbirdə dövlətin kibersuverenliyinin təmin olunmasının elmi texnoloji aspektləri və dövlətin kibersuverenliyinin təmin olunmasının elmi, siyasi, hüquqi və təşkilati aspektləri mövzularında keçirilən seksiya iclaslarının həmsədrləri, texnika elmləri doktoru Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru Ziyafət Əmirov çıxış edərək bildiriblər ki, 60-a yaxın məruzənin təqdim olunduğu konfrans geniş fikir, bilik və təcrübə mübadiləsi aparmaq, dövlətin kibersuverenliyinin təmin olunması ilə bağlı mövcud problemləri müəyyən etmək və onların həlli istiqamətlərini müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sonda Fərhad Yusifov konfransın qərar layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.